Salam, bu videoda sizə multitur bölməsində satış əməliyyatının necə aparıldığını addım-addım izah edəcəyik. Əvvəlcə, multitur bölməsinə daxil olun və multitur əlavə et düyməsinə klikləyin. Bu, yeni çox hissəli satış əməliyyatı yaratmaq üçün başlanğıcdır. İlk olaraq müştəri, valyuta, satış tarixi və əgər ödəniş tam alınmayıbsa, ödəmək üçün son tarix, deadline hissələrini doldururuq. Bu məlumatlar əməliyyatın əsasını təşkil edir və müştəri ilə bağlı bütün maliyyə axınını izləməyə imkan verir. Multitur bölməsində 3 satış tipi mövcuddur: B2C, otel və xidmət. İndi gəlin hər birini ayrıca izah edək. B2C bölməsi. Bu hissə avia satışları üçündür. Burada ilk olaraq personal hissəsində satışı həyata keçirən əməkdaşı siyahıdan seçirik. Sonra təchizatçı bölməsində təchizatçını seçə və ya plus düyməsi ilə yeni təchizatçı əlavə edə bilərsiniz. Daha sonra hava yolu şirkəti, bilet nömrəsi, segment sayı, yəni neçə uçuş olduğunu göstərən sahə və uçuşla bağlı digər detalları daxil edirik. Ardınca uçuş tarixi, uçuş istiqamətləri, gediş və dönüş şəhərləri, həmçinin lazım gəldikdə sərnişin adları daxil edilir. Əgər bir neçə uçuş varsa, sistem sizə hər uçuşu ayrıca qeyd etməyə imkan verir. Otel hissəsində əməliyyat prosesi eyni ilə əvvəlki otel bölməsində olduğu kimidir. Burada personal, təchizatçı, otaq növü, giriş və çıxış tarixləri, alış və satış qiymətləri kimi məlumatlar daxil edilir. Əgər təchizatçınız siyahıda yoxdursa, plus düyməsinə klikləyərək onu əlavə edə bilərsiniz. Açıqlama hissəsində otellə bağlı müştərinin bilməli olduğu məlumatları, rezervasiya detalları və digər qeydləri qeyd etmək mümkündür. Xidmət hissəsində də proses eyni qaydada aparılır. Burada təchizatçı, kateqoriya, alış qiyməti, satış qiyməti, endirim və açıqlama sahələri doldurulur. Açıqlama hissəsində müştəriyə göstərilən xidmətlə bağlı bütün məlumatları, məsələn, transfer, sığorta və ya ekskursiya detalları kimi qeydləri daxil edə bilərsiniz. Eyni zamanda qonaq adlarını da bu hissədə yazmaq mümkündür. Əgər multitur daxilində hər hansı bir hissə artıq lazım deyilsə, onu sadəcə remove düyməsinə klikləyərək silə bilərsiniz. Əksinə, əgər eyni tip xidmətlərdən bir neçəsini əlavə etmək istəyirsinizsə, kopyala düyməsini sıxmaq kifayətdir. Sistem avtomatik olaraq həmin xidməti çoxaldacaq. Bu xüsusilə bir müştəri üçün bir neçə bilet, otel və ya xidmət əlavə edərkən prosesi çox asanlaşdırır. Bütün xidmətlər daxil edildikdən sonra müştəri ödənişi bölməsinə keçirik. Burada müştərinin ödənişi hansı kassaya etdiyini seçirik və ödəniş məbləğini mədaxil edirik. Əgər bank tərəfindən komissiya tutulursa, bank komissiyası hissəsində bu məbləği qeyd edin. Sistem komissiyanı avtomatik çıxacaq və xaric mədaxil məbləği kassalarınızda görünəcək.